Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biologiya test toplusu yeni nəşri 2005, birinci hissə toxum, meyvə və meyvə toxumların yayılması bölməsindən testlərini izah edirəm. Birinci sual. Meyvə əmlə gətirən şəklin dəyişmiş zoğ necə adlanır? Çiçək. İkinci sual. Qutucuq meyvəyə malik bitkilər. Xaşxaş, lobya olmaz, kələm olmaz, şaxta olmaz, akasiya olmaz, pambıq olar, bənəfşə olar, xaşxaş olar, tütün olar. Yəni E variantı. Üçüncü sual. Topinamburin meyvəsi hansıdır? Topinamburin meyvəsi ocaq, toxumca meyvə. Yəni mürəkkəbçilərlə fəsizdə olduğu üçün toxumca meyvə. Dördüncü sual. Üçrəy bənəfşənin meyvəsi. Üçrəy bənəfşənin meyvəsi. Bənəfşənin meyvəsi qutucuq meyvədir. C variantı. Beşinci sual. Tütünün meyvəsi qutucuq meyvədir. B variantı. Toxumları zulan maddəsə daha zəngindir. Bu paxıllıq fəsləsin seçməliyi arpa, buğda, qarğıdalı olmaz, günəbaxan soya olmaz, günəbaxan olmaz, noxud olar, lobya olar, soya olar, qərçid olar. Cavab D variantı. Meyvə yanlığının toxum qabığı ilə bitişmiş olan meyvə aiddir. Meyvə yanlığın əgər toxumun qabığı ilə bitişmiş deyirsə, onda burada olmalıdır, taxıllara aid olmalıdır. Çünki taxıllarda meyvə yanlığı toxumun qabığı ilə bitişmiş olur. Cavab olacaq B variantı. 8-ci sual. 8-ci sual. Bura. Meyvə yanlığının daxil lətiqat dəlici formasında olan və toxumu qabığı ilə bitişməyən meyvəyə aiddir. Bu mürəkkəbçilərə aiddir. Yəni toxumca meyvə. 9. Meyvə yanlığı nədən inkişaf edir? Yumurtalığın divarından. Görək haradadır A variantında. 10-cu sual. Yalnız çeyrəş meyvəli bitkilər. Yalnız çeyrəş pomidor gilə meyvədir, pomidor gilə meyvədir. Cavalı olar, ərik. Cavalı olar, ərik olar, üzüm olmaz. Şaftalı olar, üzüm olmaz. Albalı, şaftalı, cavalı və ərik. Yəni E variantı. 11-ci sual. Toxumca meyvəli bitkilər. Toxumca meyvəli bitkilər. Astra, moruq olmur. Georgin, arpa olmur. Günəbaxan, astra, moruq. C variantı. 12-ci sual. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə çox çəyrəşli meyvədən hazırlanmışdır? Çox çəyrəşli meyvə burada olacaq. Böyürtkən. 13-cü sual. Hansı bitkinin meyvəsi çox toxumludur? Meşə gilası bir toxumludur, fındıq bir toxumludur, arpa həmçinin qarğıdalı bir toxumludur, kələm isə çox toxumlu meyvədir, buynuz meyvədir. 14. Rüşeym köçüyü ləpə, rüşeym köçüyüdür deyir. 14-də doğru deyil. Toxum rüşeyin bir hissəsidir. Rüşeymin bəli bir hissəsidir. Doğru B variantı. 15. Bitkilərdən hansıdır meyvə yanlığını almaq üçün yetişdirilir? Meyvə yanlığını almaq üçün yetişdirilir. Üzümün meyvə yanlığını almaq üçün yetişdirilir. Çünki yeyilən hissəsi odur. Şərlətli isə. 16. Toxumları özləri ətrafa səpələyir. İtxiyarı, akasiya, noxud, paxla. Bəli, ola bilər. Qovaq burada olmur. Akasiya ola, ətrafa olmur. Cavab belə A variantı olacaq. İtxiyarı, akasiya, noxud, paxla. 17. Düzəlmə qabiliyyəti olan toxumların düzəlməsi üçün hansı şərait olmalıdır? Düzəlmə üçün əvvəlcə onu deyim ki, su, müəyyən temperatur və hava lazımdır. İşıq olmasa da olar. İşıq artıq gövdə inkişaf etdiyi zaman, yəni yaşıl kütlədən gəldiyi andan etibarən lazımdır ki, fotosintez etsin. Baxaq variantları bir-bir. Torpaq lazım deyil, su, işıq lazım deyil, işıq müəyyən temperatur, işıq lazım deyil,
Su, hava, müəyyən temperatur. Aha, D variantı. 18-ci sual. Buynuz meyvəli bitkiləri müəyyən edin. Buynuz meyvəli bitkilər: kələm, qırmızı turp, ağ turp. Bəli, elə A variantıdır 18-də. 19. Qutucuq meyvəsi olan bitkiləri müəyyən edin. Qutucuq meyvəsi olan bitkiləri müəyyən edin. Pomidor giləmeyvədir, petunia olar, lalə olar, bat-bat olar, tütün olar, inci çiçəyi giləmeyvədir, olmur. 2, 4, 2, 3, 4 və 5. 2, 3, 4 və 5. Görək hardadır? 2, 3, 4 və 5 E variantında. Növbəti sual 20-ci sual. Paxlanın meyvə alığı necə adlanır? Taycıq adlanır. 21-ci sual. Bitkilərdən hansı torpağa meyvə şəklində əkilir? Meyvə şəklində əkilir. Buğdan meyvə şəklində əkilir. Burada buğda görürəm. Düzgüdlərindən əkilir. Dən meyvə də bunlarda da. 22-ci sual. Toxumların ölçüsü ilə onların əkilmə dərinliyi arasında asılığı əks etdirən qrafik. Toxumun ölçüsü böyüdükcə toxum daha dərinə, balacalaşdıqca daha dayaz yerə əkilir. Yəni düz mütənasib olaraq dəyişir. 23. Lobiyanın meyvəsini tam yetişməmiş yığırlar. Çünki onlar yetişdikdən sonra toxumları ətrafa səpələyir. Görək hardadır? Onlar yetişmiş halda əşyaqlar tərəfindən tez yox olunur. Yetişmiş halda onlar vitaminlər itirirlər. Olmur. Yetişmiş halda zəhərli olur. Xeyr. Yetişmiş halda onlar tez xarab olunur. Yetişərkən onlar öz toxumlarını ətrafa səpələyirlər. Yetişərkən onlar öz toxumlarını ətrafa səpələyirlər və məhsul ikisi baş verir. Bəli, cavab E variantı. 24-cü sual. Meyvələrin üzəri nazik qabuqla örtülmüş və şirəli ləti vardır. Meyvələrin üzəri nazik qabuqla örtülmüş və şirəli ləti vardır. Baxaq, gilasda var, balıncanda yoxdur. Digərinə baxmıram. Albalıda var, pomidorda var, xaşxaşda yoxdur. Fındıqda yoxdur, alçada var, günün oxanda yoxdur. Ərikdə var, pomidorda var, qarağatda var, üzümdə də var. Cavab E variantıdır. 20 neçənci sual oldu? 24. Növbəti sual 25 olacaq. 25-də giləmeyvələri olan bitkilər. Patlıcan giləmeyvədir, kartof giləmeyvədir, mayçiçək giləmeyvədir, pomidor da giləmeyvədir. Cavab elə A variantı. 26-cı sual. Düzələn zaman darı dənələrinin kütləsi 10 kiloqram olmuşdursa, onların kütləsi düzəlməmişdən əvvəl neçə kiloqram idi? Bilirik ki, darı toxumu düzələn zaman öz çəkisinin 1/4 qədər su qəbul edir. Əgər öz çəkisini mən x qəbul edəsəm, üzərinə gəl, 1/4 qədər, yəni x-in 1/4 qədər, yəni 1/4 x qədər, 1/4 x, yəni x bölünsün 4 kimi yazın bunu, yəqin bilərsiniz. Su qəbul edir, cəm olmalı nə qədər? 10 kiloqram. İndi x-i buradan tapsaq, yəni hər tərəfini mən riyazi hesablamı aparsam burada, hər tərəfini 4-ə vursam olacaq 4x üzərinə gəl x bərabərdir 40, 5x bərabərdir 40-a, onda x-ə bərabərdir 8. Deməli, düzələn zaman düzəlməmişdən əvvəl daha doğrusu kütləsi neçə imiş? 8 imiş. Və 1/4 qədər də su qəbul etsə, 8-in 1/4 eləyirik ki, toplayanda onu almış oluruq. Deməli, cavab olacaq C variantı. 27-ci sual. Düzələn zaman qarğıdalı dənələrinin kütləsi 9 kiloqram olmuşdursa, onların kütləsi düzəlməmişdən əvvəl neçə kiloqram idi? Yenə bu qaydadır, amma bundan fərqli olaraq burada qarğıdalı deyir. Qarğıdalı düzələn zaman öz çəkisinin yarısı qədər su qəbul edir. Yəni, əgər biz bunu nazirləşdirək. Deyirik ki, öz çəkisinin yarısı qədər su qəbul edir. Əgər kütləli mən x qəbul etsəm qarğıdalının üzərinə gəl, yarısı qədər, yəni x bölünsün 2 qədər olacaq. Cəm olacaq nə qədər? 9 kiloqram. Hesablanma apardıqda yuxarıdakı qaydada hər tərəfini 2-yə vursan və yaxud da kəsişini də əldə edərsiniz, yenə cavab nəticə olaraq yenə çıxmalıdır. Olacaq belə. 2x üzərinə gəl. X bərabərdir 18-ə. Bunda 3x bərabərdir 18. X də bərabərdir 6. Deməli, 6 kiloqram imiş, yəni B variantı.
28-ci sual. Səhli bitkilərin toxumunda hansı hissələr mütləq olmalıdır? Səhli bitkinin ümumiyyətlə toxumunda hansı hissələr olmalıdır? Təbii ki, rüşeym olmalıdır. Rüşeym mütləqdir. Rüşeym olmasa toxum məhv olar və toxumun qabığı olmalıdır. Düşünərsiniz ki, endosperm də var. Axı, toxum özü qabıq endosperm və rüşeymdən ibarətdir. Endosperm olmasa da olar. Endosperm əslində qalsa ehtiyat qida maddəsi toplayan bir hissədir. Bəzən olur ki, endosperm olmur. Ləpə ümumiyyətlə bütünlüyü əhatə edir. Olmur. Ona görə cavab olacaq rüşeym və toxumun qabığı, yəni D variantı. 29-cu sual. Səhli bitkilərin əksəriyyətinin toxumlarının hansı hissə olmaya bilər? Dedim bunu, endosperm olmaya bilər. C variantı. 30-cu sual. Yalnız qrup bir toxumlu meyvələr olur. Badımcan çiçəklərdə xeyir, mürəkkəb çiçəklərdə olar, taxıllarda da olur. Bir toxumlu quru meyvə. B variantı. 31-ci sual. 31-ci sual. Lobya toxumunun düzəlməsi inkişafı zamanı hansı andan başlayır? İşıq olması vacibdir. Bayaq dedim, buna bənzər bir söz dedim, yenə deyirəm. Toxum düzələn zaman, yəni düzələn zaman onun ehtiyat qida maddəsi istifadə olunur. İstifadə olunduqdan sonra yavaş-yavaş bitənə qədər ta ki özü hissəbinə qədərdir. Və nəhayət toxumun ləpə yarpaqları, yəni ki gövdə hissəsi torpağın üst səthinə çıxır günəş işığı düşənə qədər. Və görə indi günəş işığı düşənə qədər ehtiyat qida maddəsi lazımdır. İşığın olması isə artıq hardan başlayır vacib olmasına? Yarpaq, yəni belə deyək də, gövdə inkişaf etənə qədər. Ləpələrdə ehtiyat qida maddəsi bitənə qədər. Görək hansıdır cavab onda? Toxumun şişirməsi anından yox olmur. Rüşeym kökü inkişaf etməyə başlayanda olmur. Rüşeym kökü inkişaf etməyə başlayan anda xeyr olmur. Rüşeym tomurcuğu inkişaf olmur. Ləpələrdə ehtiyat qida maddəsi qurtaranda, bəli. Artıq nə olur olsun, ehtiyat qida maddəsi qurtarana qədər bitki torpağın səthinə ləpə yarpaqlarını, yəni və yaxud da ki, gövdəni çıxartmalıdır ki, fotosintez edərək sərbəst şəkildə qidalana bilsin. 32-ci sual. Noxud toxumunun düzəltisinin inkişafı zamanı hansı andan başlayaraq işıq olması vacibdir? 31-ci sualdan da ləpələrdə ehtiyat qida maddəsi qurtarana qədər lazımdır. Andan lazımdır. Cavab olacaq E variantı. 33-cü sual. 33-cü sual. Oxuya 33-cü sualı. Soğan toxumunun bastırma dərinliyi adətən 1-2 cm olur. Əgər o daha dərinə əkilərsə, təbii ki, daha dərinə əkilərsə məhv olacaq, düzəlti yaxşı inkişaf edə bilməyəcək. Çünki düzəlti inkişaf edənə qədər onun qida maddəsi qutaracaq. İnkişaf etdikdən sonra o lazımdır ki, günəş enerjisindən istifadə eləsin. Daha dərində olduğu üçün düzəlti işığa çıxa bilmədiyi üçün məhv olar. Görək harada var bu cavab. Toxumun rüşeymi daha yaxşı inkişaf edər. Xeyr, etməz. Düzəlti işığa çıxa bilmədiyi üçün məhv olar. Bəli, cavab olacaq B variantı. Növbəti sual 34-cü sual. Şəkildə verilmiş dəl meyvənin hansı hissələri və ya hissəsi yalnız ananın irsi xüsusiyyətlərini daşıyır? Yalnız ananın irsi xüsusiyyətini daşıyan, burada artıq toxum əmələ gəlibsə, toxumun qabığı olmalıdır. Görək qabıq haradadır? Birdə, bir toxumun qabığıdır. Bu da yalnız edədir. Yəni, yalnız bir. Növbəti 35-ci sual. Hansı çoxunlu bitkilərin meyvəsi gilə meyvədir? Hansı çoxunlu bitkilərin meyvəsi gilə meyvədir deyir. Yoncada paxla meyvədir. Olur, dəvə-davanında olur, üzümdə, indi çiçəyində, bəli. Cavab C variantı. 36-cı sual. Hansı bitkilərin meyvəsi qutucuqdur? Hansı bitkinin meyvəsi qutucuq deyirsə, kələmdə deyil, bənövşədə və pambıqda olar. 36-cı sual, yəni B variantı. Yalançı meyvə adını inkişaf edir. Yalançı meyvə nədir? Racon deyim. Yalançı meyvə odur ki, toxumun belə deyək də, yumurtalığından və çiçəyin yatağından inkişaf edəsin. Yəni, çiçək yatağı böyüyərək meyvəyə çevrilir. Bəzi meyvələr ki, məsələn, armudda, almada. Bunlarda çiçək yatağı da meyvənin əmələ gəlməsində iştirak edir. Buna deyirlər yalançı meyvələr. Görək harada var? Elə dediyim varmış burada A variantında yumurtalıqdan və çiçək yatağından A variantı. 38-ci sual, 37-ci sual, 38-ci sual, bəli.
38-ci sual. 5 rəqəmi ilə işarə edilmiş struktur haqqındakı fikirlər hansı doğrudur? 5 rəqəmi burada ləpənin müəyyən bir hissəsi verildir. Görək nə doğrudur. Əsas zoq buradan yaranır. Xeyr. Ziqotdan başlanğıc götürülmüşdür. Bəli, doğrudur. Bunu doğru variant kimi götürə bilirik. Yəni cavab B variantı olacaq. Növbəti sual olacaq. 39-cu sual. Quşaqbəyi toxumunun əsas kütləsini təşkil edir. Quşaqbəyinin toxumunun əsas kütləsini təşkil edən Rüşeym. Harakesmə pərdə olundu. Bəli, Rüşeym cavab A variantı. Bütünlüyün əhatə etdiyinə görə bəli, Rüşeymdir. Növbəti sual 40-cı sual. Normal oksigenin zamanı bir evli bitki çox toxumlu meyvə gətirə bilərmi? Bəli, gətirə bilər. Çünki əvvəlcə bir evli bitkinin olduğunu deyim. Bir evli bitki bir bitkinin üzərində həm erkək, həm də dişi çiçək olan bitkilərdir. Çox toxumlu bitki deyirsə, meyvə deyirsə, deməli bunda tərkibində ola bilər də. Çünki tozlanma, mayalama getdikdən sonra tutalım ki, üzərində yumurtacıq sayı çox olan bir bitki olsa gəl, yəni çiçəyində yumurtacıq sayı çox olarsa, bəli, çox toxumlu olacaq da onsuz da. Baxaq cavab variantlarına. A variantı bilər, əgər onun çiçəklərində yumurtacığın sayı yumurtalığın sayından çox olarsa. Yəni bu çıxdı ki, A variantı. Cavab olacaq A variantı. Növbəti sual, 41 nömrəli sual. Mənim YouTube kanalımdakı short videoda var, o da izləyə bilərsiniz. Burada vaxt hissi olmasın deyə keçim növbəti 42-ci suala. 42-ci sualda deyir ki, hansı sırada çiçəkli bitkilərin dişicinin yumurtacıqlarının sayı artması düzgün verilmişdir? Yumurtacıq sayının artması toxum sayının artması deməkdir. Çünki mayalanmış yumurtacıqdan toxum gəlir. Nə qədər yumurtacıq varsa, bir o qədər toxum ola bilər. Artması deyirsə, ən azdan başlamalıyıq. Ərikdə bir dənə olur, dəlibəngdə olmaz. Burada artıq sıralama pozuldu. Başdan başlayaq. Xaşxaş, noxud, ərik tərs gəlir. Buğda, xaşxaş, yer fındığı olmur. Ərik dəlibəngdə olmur. Kartof, çoban yastığı, kələm. Kartof, çoban yastığı, kələm. Olmur, xeyr. Kartof, çoban yastığı, kələm. Günə baxan, noxud, dəlibəng. Günə baxanda bir dənədir. Noxudda bir neçədən ola bilir. Dəlibəngdə çox olur. Bəli, cavab olacaq elə variantı. 43-cü sual. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Bu zaman hansı mürəbbədən əsl ginə meyvədən hazırlanmışdır? Əsl ginə meyvə üzüm olar. 44-cü sual. Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə çəyirdək meyvədən şaftalı olar? Bir sıra bitkilərin meyvəsindən müxtəlif mürəbbələr hazırlanmışdır. Hansı mürəbbə ginə meyvədən hazırlanmır? Üzüm olar, qarağat olar, pomidor olar, badımcıq olar. Cavalı çəyirdək meyvə olduğu üçün olmaz. Bizdən ginə meyvəni istəyir. 46-cı sual. Çəyirdək meyvənin hissələrinin xaricdən daxilə doğru düzgün ardıcıllığını müəyyən edir. Çəyirdək meyvənin xaricdən daxilə doğru ardıcıllığını istəyir. Baxaq görək. Meyvə yanlığının nazik qabığı. Ondan sonra gəlir meyvə yanlığı şirələtli hissəsi. Yəni 4, 3 yazımda bırakır. 4, 3. Sonra 12 çəyirdək, yəni 5 çəyirdəkdə var. Sonra çəyirdəkdən sonra toxumun qabığı 6. Toxumun qabığından sonra taycı qara kesmə olmur. Toxumun qabığından sonra toxumun rüşeym olar 7. Yəni 4, 3, 5, 6, 7. Görək harada var? 4, 3, 5, 6, 7 D variantında. Çəyirdək meyvənin hissələrinin daxildən xarici doğru. Daxildən xarici doğrunu istəyir. Artıq burada tərs olacaq. Yəni 7, 6, 5,
3, 4, 7, 6, 5, 3, 4 tersi olacaq. Görək hardadır? 7, 6, 5, 3, 4 C variantındadır. 48-ci sual. Sənin yumurtacıqların sayı yumurtalıqdan sayına bərabər olan bitkilər. Yumurtalıq sayını yumurtacıqların sayı, yəni bir toxumlu meyvələr təsəvvür edir. Alma, lor, kürada, ərik, şaftalı, xaşxaş, şuradı, çoğdar, qarğıdalı, ərik. Bəli, cavab D variantı bir toxumlu meyvə olduğu üçün ola bilər. Cavab olacaq D variantı. Növbəti sual 49-cu sualdır. 49-cu sualda deyir ki, səyində yumurtacıqların sayı yumurtalıq sayından bərabər olmayan. Səyində yumurtacıqların sayı yumurtalıqların sayından bərabər olmayan. Almada bərabər deyil, xaşxaşda bərabər deyil. Ərikdə, daha doğrusu lobiada bərabər deyil. Alma, xaşxaş, lobya. Bəli, olmayandır, doğru olmayandır. Əslində qısmında doğru olanları seçdiyimə görə burada bir balaca. Bəli, cavab doğru olmayandırsa, bəli, A variantı doğrudur. Sənin yumurtacıqlarla yumurtalıqların sayının bir nisbəti, yəni bərabər olsun. Burada ağ turpda bərabər olmadı. Ərik, göy çiçək, vələmir. Ərikdə bir dənədir, göy çiçəkdə bir dənədir, vələmirdə bir dənədir. Bəli, cavab B variantı. Növbəti sual keçir 51-ci sualdır. 51-ci sualda ödevin diaqramında bu sağla sol hissənin müxtəlif hissələrdə birində buynuz meyvəni seçilmişdir. Və bura buynuz meyvəni seçilir. Yazıram bura buynuz meyvə. Ya paxla meyvəni seçilir. Paxla meyvə. Görək bunlar üçün uyğun olan taycıqların olması. Taycıq var, bəli, hər ikisində var taycıq, doğru. Toxumların taycıqların yuvalarda yerləşməsi, xeyr. Buynuz meyvədə arasında yerləşir, paxla meyvədə yuvada yerləşir. Olmadı. Çox toxumluq quru meyvənin olması ola bilər, doğru. Toxumların arasında yerləşməsi xeyr olur. Noxud və lobya üçün səciyyəvidir, xeyr, fərqlidir. Quşaqlar və kələm üçün səciyyəvidir, fərqlidir. Cavab olacaq 1 və 3. 1 və 3 D variantı. Növbəti sual 52-ci sualdır. 52-ci sualda toxumlar verildi, qarğıdalı noxudları. Toxumların cücərməsi zamanı bunların kütləsi, tutduqdan sonra suyun kütləsi nedir? Hər birində bərabər, yəni A verilibdir. Toxumun quru kütləsi, yəni noxud toxumunun və qarğıdalı toxumunun quru kütləsi hər birinin ayrıca bir x, y müxtəlifdir. Baxaq indi. Əgər qarğıdalı öz çəkisi qədər su qəbul, daha doğrusu öz çəkisinin yarısı qədər su qəbul edirsə, onda nə olacaq? Bu x-dirsə, çəkisinin yarısı qədər üzərinə gəl, x bölünsün 2 qədər su qəbul etdikdə olacaq A-ya. Sonra noxud öz çəkisi qədər su qəbul edir, y plus y bərabərdir A-ya. Z-də isə darı toxumu deyilsə, darı 4də 1 qədər eləyir, su qəbul edir. Z plus 1 bölünsün, yəni 4 bölünsün Z daha doğrusu. Yəni 1 bölünsün 4 Z. Z bölünsün 4 olur da nə biçim? Z bölünsün 4 bərabərdir A-ya. Biraz burada sadələşdirmə, riyazi sadələşmə apardıqda olacaq bu hissədə olacaq 3x bölünsün 2 bərabərdir A. Burada olacaq 2y bərabərdir A. Burada olacaq 4 5z bölünsün 4 bərabərdir A-ya. Buradan hər birindən mən hər bir dəyişən tapsam, x, y, z tapsam əgər, onda x bərabərdir nə olur? 2a bölünsün 3, 2a bölünsün 3, sonra burada y bərabər olur a bölünsün 2, z də bərabər olur nəyə? 4a bölünsün 5. 4a bölünsün 5.
Hə. Deməli x-in qiyməti oldu bu. Y-də oldu a bölünsün 2, z-də oldu 4 a bölünsün 5-ə. Bunlar arasında bir uyğunluq tap eləmək üçün mən a-ya bir qiymət versəm, a-ya bir qiymət versəm, 2-ni 3-ə böləndə təqribən 0,6 təqribən 0,6. Bu eləcək 1 versəm 0,5. Buna 1 versəm bu olacaq 0,8. Çünki 1 versəm 4, 1, 4, 4, 5'ə bölündü 0,8 deyir. Fikir versəm görərəm ki, burada ən böyük z-dir. Sonra nisbətən ondan kiçiyi x-dir. Ondan da kiçiyi isə y-dir. Yəni olacaq belə. Cavab yuxarıdadır. Cavab olacaq belə. Z kiçikdən böyükdən kiçikdiyinə görə ən böyük z-dir. Yəni z böyükdür x-dan, x də böyükdür y-dan. Yəni bu cavab görək harada var. Z böyükdür x-dan, x də böyükdür y-dan. Yəni D variantı gördüm burada. Cavab D variantıdır. 53-cü sualı izah edirəm. Quru qarğıdalı dənələrin kütləsi 5 kiloqram olmuşdursa, onların kütləsi düzələn zaman neçə kiloqram idi? Əgər qarğıdalı dənənin kütləsi 5 kiloqram olsa, qarğıdalı öz çəkisinin yarısı qədər su uduraq dedik. Onda 5, 5-in də yarısı 2,5 düzəldikdən sonra olacaq 7,5. Yəni 53-cü sualın cavabı olacaq 7,5. Bu hissəni silim. Dördüncü sual. Bayaq dediyim kimi 54-cü sual da mənim YouTube kanalımda short videolarımda var. Oradan izləyə bilərsiniz. 55-ci sual keçək. Bitki toxumlarındakı hərəsindən bir toxum olmaqla ləpə yarpaqların cəmi. Buğdada 1 dənədir. Kartofda 2 dənədir. Lalədə 1 dənədir. Cəmi 4 dənədir. Sonra bitkilərin toxumlarındakı hərəsindən bir toxum olmaqla ləpələrin saylarının cəmi. Kələmdə 1 dənə. Badımcanda 2 dənə, qarğıdalıda da 1 dənə. Burada da cəmi yox, gözlə. Kələm 1 dənə, badımcan 2 dənə. Kələm 2 dənə, daha doğrusu səhv elədim mən, üzr sayın. Kələm 2 dənə, badımcan 2 dənə, qarğıdalı 1 dənə. Cəmi olacaq 5 dənə. Sonra növbəti son sual. Sxemdə tamamlanması üçün lazım olan meyvə növlərinin yuxarıdan aşağı doğru ardıcıllığını müəyyən edin. Baxaq öncə, quru meyvələrin toxumları taycıqlardakı yuvalarda yerləşir. Toxumlar taycıqdakı yuvada yerləşir. Bu paxla meyvələrə aiddir. Paxla meyvə görə hansındadır? Paxla meyvə 3. 3 yazdım bura. Sonra toxumların ara kəsmənin üzərində yerləşir. Bu buynuz meyvələrdir. Buynuz meyvəli bitkilərdə görək elə 5-də bir buynuz meyvəni. Sonra toxumlar yetişdikdən sonra dəliklərdən və ya yarıqlardan tökülür. Bu qutucuq meyvəli bitkilərdə olar. 1 görürəm burada qutucuq meyvədə 1. Meyvə alınan toxumla bitişmir. Daxili qatı dəricə formasındadır. Bir toxumludur. Meyvə alığı dəricə bitişmirsə, bu toxumca meyvələrdir. Dəricə formasındasa bu toxumca meyvə görə 4-dədir. Meyvə alığı pərdə şəklində olub toxumun qabığına bitişir deyirsə, bu dəm meyvədədir. 2. Meyvə alığı kök bərk, meyvə alığı çox bərk və odunlaşmış olur. Çox bərk qoz meyvə, fındıq meyvədə var. Görək hansında var? Fındıq meyvə var 6. Ardıcıllığı belə olacaq. 3, 5, 1, 4, 2, 6. Son sual bitdi. Növbəti videolarda, növbəti dərslərimizdə görüşənə qədər sağ olun. Kanala abunə olmağı unutmayın.